Artıq elektrik və hibrid avtomobillərinə tətbiq olunan güzəşt başa çatıb. Nəticədə avtomobillərin qiyməti artıb. Yeni ildən sonra avtomobillərin qiymətinin yüksəlməsi alıcı marağını da azaldıb. Satıcılar bildirirlər ki, əvvəllər üstünlük verilən bu tip avtomobillər indi alıcılar üçün o qədər də əlçatan deyil. Söhbət Çin avtomobillərindən gedir. Misal üçün plug-in hibrid və elektromobillərdən gedir. Əvvəlki ilə baxanda, yəni ki 2025-in dekabr ayı, 2025-in oktyabr, noyabr aylarında 33 minə, 34 minə olan maşınlar indi 2026-cı ildə birinci ayda artıq müşahidə olunur ki, yanvar ayında qiymət yuxarı qalxıbdır. Bu da az məbləğdə yox. Misal üçün Çanqan, onu necə görürük biz burada, plug-in hibrid 1.5 motordur. Bunların qiymətləri 33-34 minə idisə, indi olubdur 38.500 manata. Maraqlıdır.